Salam əzizləyicilər. Bu videoda zirvə kurslarının 12 oktyabr tarixində keçirdiyi blok imtahanından 9-10 siniflərə aid sualların izahını verəcəm. 11-ci sinifin izahını da həmin gün paylaşmışam. İzləməmisinizsə bu saniyələrdə görünəcək, onu da izləyə bilərsiniz. Həmçinin deməli keçən bazar keçirilən hədəf sınağın, ondan əvvəlki güvən sınağında izahını paylaşmışam. Mütləq şəkildə onları da izləyin. Xatırladım ki, video 33 sualdan ibarətdir. İlk olaraq 30 sual birinci qrupa aid və 3 sual da dördüncü qrupa aid situasiyanın izahını verəcəm. Təkrar üçün yaxşıdır belə suallar işləmək. Fiziki kəmiyyətləri göstərin. Burada tərəzi cihazdır. Sonra termometr cihazdır. Kiloqram ölçüdür. Burada temperatur fiziki kəmiyyətdir və zaman da fiziki kəmiyyətdir. Cavab 4 və 5-dir. 32. 3000 dəqiqə neçə saatdır? 1 saatın 60 dəqiqə olduğunu bilirik. Ona görə də bunu saata çevirmək üçün 3000-i bölürük 60-a. 300-də 6-ya böləndə cavab olur 50. 33. Hərəkət hansı cismə nəzərin öyrənilirsə, o necə adlanır? Hesablama cismi adlanır. 34. Skalyar fiziki cəmiyyət hansıdır? Skalyar burada yoldur. Digərləri vektorialdır. 35. Gedilən yolun sürətdən asılıq diaqramında hansı nöqtəyə uyğun cismin hərəkətə sərf etdiyi zaman ən böyükdür? Bunu sürətin düsturuna görə yazarıq. S bölünsün T'dir. Bu düsturdan T'ni tapanda T bərabərdir. S bölünsün V. S-ə yaxın olan böyük olacaq. Yəni bu nöqtələrdən düz xətlər keçirsəm, koordinat başlanğıcından keçsən, ən böyük olan 1-dir. S-i böyük, V-si kiçik. 36. Düz xətlər çəkilən cismin koordinatın zamanlaması qrafik verilmişdir. 20 saniyə ərzində gedilən yol yer dəyişmədən nə qədər çoxdur? Öncə yolu tapaq. -12-dən 15-ə gedib, yəni 27 metr yuxarı gedib, 15-dən 0-a gəlib, 15 də aşağı. Deməli, L bərabərdir. 27 üstə gəl 15, bunları toplayanda verir. Deməli, 30, 42 metr. 42 metr yoldur. Yer dəyişməyə baxsam, Sx bərabərdir, x çıxılsın x 0, son koordinat 0-dır, başlanğıc koordinat -12-dir, bu da verdi 12. Yəni yol yer dəyişmədən 30 metr çoxdur. 37. Suya nəzərən sürəti 10 metr bölü saniyə olan motorlu qayıq çayın axın istiqamətində bərabər sürətlərlə gedir. Çayın axın sürəti 3 metr bölü saniyə olarsa, 390 metr məsafəni nə qədər vaxtda gedər? Axın istiqamətində gedirsə sürətlər toplanır və T-ni tapanda T bərabərdir. S bölünsün V qayıq üstəgəl V çaydır. 390 bölünsün 13. Cavab olur 30 saniyə. 38. Düz xətlər işləyən cisimlərin sürətlərinin proyeksiyası zamanlaması qrafik vermişdir. İkinci cismin birinciyə nəzərən sürətinin proyeksiyasını hesablayın. V2 1-i tapanda V2 1 bərabərdir. Deməli, bunlar əks getdiyinə görə sürətlər toplayarıq ya da belə yazın. V2 çıxılsın V1. V2-nin yerinə -14, V1-in yerinə isə 8 yazanda cavab olur -22. İkincinin birinciyə nəzərən sürətinin proyeksiyası -22-dir. Ümumiyyətcə, nisbi sürət tapanda çıxırıq. Sadəcə əks olunanda niyə toplanma versiyasına gəlir? Bu da əslində toplanma oldu da qiymət artdı. Qarşıdakı mənfi onu müsbət edirdi. 39. 3 cismin sürətinin proyeksiyasının modulunun zamanlılığı verilmişdir. 30 saniyədə hansı cisim daha çox yol gedər? Daha çox yol gedən 3-cü cisimdir. Çünki burada fiqur sayəsi ilə gedirik. 3-cü cismin getdiyi yolu tapsaq, baxın bu fiqurun sayəsini taparıq. İkinci cismin getdiyi yol bu qırmızı ilə olan hissədir. Birinci cismin getdiyi yolsa bu hissədir. Yəni şəkildən də görünür ki, ən böyük olan 3-dür. Ən çox yol gedən 3-cüdür, ən az yol gedənsə 1-cidir. 40. Maddi nöqtə çevrə üzrə dördmə tezliyi 5 saniyədir. 2 dəqiqə ərzində neçə dövr edər? Buradan tezliyin düsturunu yazanda n bərabərdir, n bölünsün t-dir. N-i tapanda kiçik n vurulsun t-yə. Kiçik n 5-dir. Period, daha doğrusu zaman 2 dəqiqədir. 2 dəqiqədə 2 vur 60, 120 saniyədir. 120-ni 5-ə vuranda cavab olur 600. 41.
Sabit sürətlər üçün velosipedinin mərkəzə qaçma təcilləri hansı nöqtədə ən kiçikdir? A-nın düsturunu yazanda A bərabərdir V kvadratı bölək R-dir. Sürət sabitdir, radiusdan tərs asılıdır. Ən kiçikdir deyirsə, R-i böyük olan, yəni 3 ən kiçik olacaq. 3-də də C nöqtəsidir. 42. Avtomobil yolun birinci yarısını 40, ikinci yarısını 60 sürətlə hərəkət etmişdir. Bütün yolda orta sürət tapın. Yol 2 bərabər hissəyə bölünəndə deməli V orta bərabərdir. 2 V1 V2 bölünsün V1 üstəgəl V2 düsturunu işlədirik. 2 vurulsun 40 vurulsun 60 bölünsün 100. Cavab oldu 48. Bunu tapmağın digər bir üsulu, yəni düsturun çıxarılışını eləyək. Orta sürəti necə tapırıq? V ortanı tapanda ümumi yolu ümumi zamana bölürük. Ümumi yolu bunu S1 üstəgəl S2 məxrəci T1 üstəgəl T2 kimi yazıram. S1 S bölünsün 2-dir. Üstəgəl S bölü 2. T1-in yerinə S1 bölü V1. Yəni S bölü 2-ni 40-a böləndə bu verir S bölü 80. O birisi isə S bölək 120. 80 ilə 120 ortaq məxrəc elə 240-dır. 240-ı 80-ə böləndə 3, burada qalır 3S, üstə gəl 2S. Yəni 240 böl 5, 240-ı da 5-ə böləndə verəcək 48. Çünki kəsirin sürəti S-dir. Məxrəsi də 240-da 5S eləyir. Onda olur 240S bölünsün 5S böləndə yenə 48 eləyir. Yenə bu düstura gəlir çıxır. 2V1 V2 bölünsün V1 üstəgəl V2. 43. Sürətin zamanla asılı qrafik verilmişdir. Qrafiklərə uyğun hansı kəmiyyətlərin qiymətləri eynidir. Məsələn, bunların təcillərini tapsaq. A1 bərabərdir 60 çıxılsın 30 bölünsün 20. Bu verdi 1,5. A2-ni tapsam A2 bərabərdir 30 bölü 20. Bu da 1,5. Yəni təcillərin modulları bərabərdir. 1 olmayan cavabları atıram. Yollara baxıram. Getdiyi yol fiqur sayəsindən tapılır. Məsələn, burada birin getdiyi yol daha çoxdur. Ona görə yolları eyni ola bilməz. 2 olan cavabı da atıram. Cavab alınır 1, 5, 6-dır. Məsələn, orta sürətləri. Orta sürət tapanda V üstəgəl V0 bölünsün 2 ilə getsək. Məsələn, birincinin orta sürəti 90 bölü 2, 45-dir. İkincinin orta sürəti isə 30 bölünsün 2-dir. Başlanğıc sürətləri onsuz da eyni deyil. Son sürətləri isə eynidir. İkisi də 20-ci saniyədə 30 acadılar. Sərf olunan zamanların burada hərəkətə sərf olunan zamanların dəqiq deyə bilmərik. Biraz bu məsələdə, yəni şəkilə görə baxsaq, hər zamanlara eyni götürmək olar. Sırf bu şəkil üçün doğru götürəcəyik. Ona görə 1, 5, 6-dır. Çünki bunun məsələn dayanacağını bilirəm və yaxud dayanıb əksinə də gedə bilər. Ona görə sırf bu zamana, yəni suala belə baxacağım, verilmiş şəkilə görə zamanlar eynidir. 44. Cismin hərəkət tənliyi bu şəkildədir. Onun sürətinin zamanlılıq tənliyi hansıdır? Deməli, bilirik ki, V bərabərdir, X ştrikdir. Bir dəfə törəmə almalıyam. 12-nin törəməsi 0-dır. Burada mənfi 10 qalır. Üstə gəl 4-dür. Bunu qrafik olaraq istəsəydi, V-nin T-dən asılığın mənfi 10-dan başlayır. Üstə gəl 4T-dir. Qrafik olur yuxarı. Burada 2,5-dir. 45. Cismin sürət tənliyi 20 çıxılsın 4 şəkillər cisim nə qədər müddət sonra dayanır. Dayananda sürət 0 olduğuna görə yazırıq 20 çıxılsın 4t bərabərdir 0-a. Buradan 20 bərabərdir 4t-yə, t bərabərdir 5-ə. 46. Cismin hərəkət tənliyi bu şəkildədir. Cismin dayandığı anda koordinatını hesablayın. Öncə dayandığı an tapmalıyıq, zamanı tapmalıyıq. Dayananda sürət 0-dır. Ona görə birinci işimiz buradan törəmə alırıq və bərabərdir x işləyirik və bərabərliyi 0-a. Törəmə alanda verir 10 üstə gəl. Çünki mənfi 20-nin törəməsi 0-dır. 10 üstə gəl. Daha doğrusu 10 çıxılsın 2t. Bərabərdir 0. T bərabərdir 5. 5 saniyə dayanacaq. Gətirib tənlikdə 5-i yerinə qoyacam. X bərabərdir mənfi 20 üstə gəl 10 vur 5 çıxılsın 25. Bu da verir 5. Çünki mənfi 20 üstə 50 gələndə cavab olur 30. 30-dan da 25-in çıxanda qalır 5. Dayandığı ana qədər getdiyi yolu tapanda buradan sx bərabərdir x çıxılsın x0, yəni 5 çıxılsın mənfi 20, bu da verir mənfi 25.
Daha doğrusu müsbət 25. Getdiyi yoldur. 47. 1,44 kilometr bölək dəqiqəni metr bölək saniyə çevirin. Deməli, burada 1,44 kilometrin yerinə yazıram 1000 metr, dəqiqənin yerinə də yazıram 60 saniyə. Buranda verir 1440 bölünsün 60-a. Bununla bunu ixtisar apardıq. Deməli, 16-nı 14-ü 6-ya böləndə 2 və 4 kilometr dəqiqə idi. Çevirdik metr bölək saniyə. 48. Çevrə üzrə sabit V sürəti ilə hərəkət edən maddi nöqtənin 4-də 3 zaman ərzində sürətin modulunun dəyişməsi sıfırdır. Əgər sürət dəyişməsinin modulu desəydi, delta V desəydi, bunu yazardıq V kökdə 2. Amma modulunun dəyişməsiliyinə görə çevrə üzrə bərabər sürətlər hərəkətdə modul V bərabərdir, konstantdır. Ona görə modulda dəyişmə sıfırdır. 49. OX oxunun əksi istiqamətində, buna diqqət edin, OX oxunun əksi istiqamətində düz xətli bərabər sürətlər hərəkədən qrafik. Birinci OX oxunun əksidir və düz xətli bərabər sürətlidir. Bərabər sürətlidə parabolik qrafik ola bilməz. Bu sükunət halıdır ümumiyyətcə. OX oxunun əksi olanda D variantıdır. Çünki X oxu istiqamətindədir bunlar. İstiqamətə baxsaq, bir dənə X oxunun əksinə olan D variantındadır. 50. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Tezlik və period üçün. Vahidi saniyə üstü mənfi 1-dir. Bu dövrətmə tezliyə aiddir. 1 buradadır. 1 yazdım bura. 2-də verilənləri atıram. Saniyə ölçən cihazla ölçülür. Saniyə ölçənlə ölçülən hər ikisidir. Ona görə 2-ni hər ikisinə aid edirəm. 2 ortadadır. Yenə bu variantı atıram. Birinciyə verim. Bir tam dövrə sərf olunan zamandır. Bu perioddur. Bu ikinciyə aiddir. Artıq cavab görünür. Vahidi saniyədir. Bu da perioda aiddir. 4'ü də buraya yazım. Bircə saniyə. Burada 2 yazılan yerə yanlış qoydum. Deməli 2 aid oldu. 3 və 4. 2 ortadadır. Vahid zamandakı dövrlərin sayıdır 5-də buradadır. Yəni birinciyə getdi 1, 5. İkinciyə getdi 3, 4. Ortaya getdi 2. B variantı. 51. Şəkildəki xəttkeşin mütləq xətasını hesablayın. Xəta 1 bölgü qiymətin yarısıdır. Öncə 1 bölgünü tapmalıyam. 1 bölgünü tapanda, məsələn, 4-dən 3-ü çıxıb bölürəm ortadakı parçaların sayına. 1, 2, 3, 4, 5. 1 bölünsün 5, 1 bölgü 0,2-dirsə, xəta da yarısı olacaq, yəni 0,1-dir. 52. Bərabər yeniləşən hərəkət edən iki cismin təcirlərinin proyeksiyalarının işarəsini təyin edin. Deməli, öncə birinci cisimə baxıram. V1x kiçikdir 0-dan və bu yeniləşən hərəkət edilədiyinə görə deməli A1x də kiçikdir 0 olmalıdır. Çünki yeniləşmək üçün sürət və təcil eyni istiqamətdə olmalıdır. V2x böyükdür 0-dan, buradan görünür. X oxun sol tərəfə verib müəllim burada. Mən buna diqqət eləmədim. Normalda x oxun sağ tərəfə götürürük. Burada sol tərəfə verilib, ona görə müəyyən edəcəyin. X oxu soladırsa, deməli V1x böyükdür 0-dan, onda A1x də böyükdür 0 olmalıdır. V2x kiçikdir 0-dan, eyni ilə A2x də deməli kiçikdir 0 olmalıdır. Çünki yeyinləşən olmaq üçün sürət və təcil eyni işarəli olmalıdır. Yəni birincidə sürəti x-ə görə müsbətdirsə, x oxunu sola götürəndə təcil də müsbət olur. İkincinin x-i mənfidirsə, təcil də mənfi olur. Ona görə müsbət və mənfi C variantıdır. 53. Sürətin proyeksiya zamanlılık qrafikinə əsasən 8 saniyədə getdiyi yolu hesablayın. Burada VT qrafikində fiqur sayəsi ilə yolu tapırıq. Yəni S bərabərdir. 20 vurulsun 8 bölünsün 2-dir. Cavab olur 80 metr. 54. Açar sözlərdən istifadə edərək mətni tamamlayın. Açar sözlər. Cismin vəziyyəti hansı cismə nəzərin öyrənilirsə, o hesablama cismi adlanır. Mexanikanın əsas məsələsi istənilən zaman anında cismin vəziyyətini təyin etməkdir. Verilmiş şəraitdə ölçülər nəzərə alınmayan cisim maddi nöqtə adlanır.
Hərəkət trayektoriyasının uzunluğuna yol, trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən düz xətt parçasına, istiqamətlənmiş düz xətt parçasına isə yer dəyişmə deyilir. 2, 5, 4, 1, 3. 55. Sükunət vəziyyətindən bərabər təzyiqlər işdə başlayan cisim 10 saniyədə 100 metr yol gedir. Bu cismin 10-cu saniyədə neçə metr yol gedər? Deməli, buradan V0 bərabərdir 0-dır. S bərabərdir AT kvadratı bölünsün 2-dir. Buradan A-nı tapıram. 2S bölünsün T kvadratı. 2 vurulsun 100. 10 saniyə olduğuna görə bölünsün 100 bərabərdir 2. A 2'dir. 10-cu saniyədə gedilən yolu ln bərabərdir. A bölünsün 2. 2n çıx 1 ilə tapacağın. Deməli 2 bölünsün 2. Mötərizədə 2 vurulsun 10 çıxaq 1. Cavab olur 2 dəfə 10'um 20, 1 çıxanda 19. 56. Cismin sürəti 6 üstəgəl 3D qanunu ilə dəyişir. 10 saniyə müddətində cismin orta sürəti neçə metr bölü saniyə olduğunu hesablayın. Bərabər təcil hərəkət üçün orta sürətin çox rahat bir düsturu var. Deməli, V bərabərdir 6 üstəgəl 3T'dir. Buradan V0 bərabərdir 6'dır. V-ni tapanda V bərabərdir 6 üstəgəl 10 vurulsun 3. Bu da verdi 36. Və orta sürət tapanda bərabər təcilli üçün V üstəgəl V0 böl 2'dir. Yəni 36 üstəgəl. 36 necə tapdım? 3 dəfə 10'um 30, 10 saniyə deyir, üstə 6 gəldim. 36 üstəgəl 6 bölünsün 2. 42'ni 2'yə bölürəm. Cavab olur 21. Burada ümumi yer dəyişməni tapıb zamana da bölüb tapa bilərsiniz. 57. Uyğunluğu müəyyən edin. Sürət zamandan asılı qrafik vermişdir. Bir qrafiki. Bir düz xətli bərabər yanlışdır. Düz xətli bərabər yeniləşən, bərabər yavaşlayan hərəkətə uyğundur. Bərabər yavaşlayan hərəkətə. Yəni 1-ə getdidir. 2. Təcilsiz hərəkətə uyğundur. A. Düz xətli bərabər şərtli hərəkətə uyğundur. B. Üçüncü qrafik düz xətli bərabər yeniləşən hərəkətə uyğundur. C və təcili müsbət təcilə uyğundur. Y variantı. 1-ə D, 2-yə AB, 3-ə CY. Əgər sürət qrafiki yuxarı gedərsə, burada A böyükdür 0-dan, ona görə üçüncüdə təcil müsbət götürdük. Aşağı gələrsə A kiçikdir 0-dan, bu birincidir. Ortada isə A bərabərdir 0-dır. Sürət dəyişmirsə, təcil 0-a bərabərdir. Çatdıq yazı tipli suallara. Düz xətli bərabər sürətlə hərəkət edən iki cisim hərəkət tənlikləri bu şəkildə. Bu cisimlər neçə saniyə sonra görüşər? Görüşəndə koordinatlar eyni olur. X1 bərabərdir X2 yazırıq. Bunları bərabərləşdirsəm 50 çıxılsın 6T bərabərdir 10T çıxılsın 30-a. T'ləri bir tərəfə yığıram. Onda buradan alıram 16T bərabərdir 80-ə. T də bərabərdir 5 saniyə. 59. Cismin sürətinin proyeksiyası zamanlastıq qrafik vermişdir. Təcilin proyeksiya zamanlastıq grafikini qurun. Buradan təcili tapanda A bərabərdir. V çıx V0 bölünsün T'dir. Kəmətləri yerinə qoyanda buradan AX bərabərdir. Son sürət 0-dır. Başlanğıc sürət 8 bölünsün 2. Cavab olur -4. Və AX-in yəni proyeksiya dediyinə görə zamandan asılı qrafikini quranda -4-dən keçən xətt. 60. Çevrəcə bərabər şərtlər hərəkət edən maddi nöqtənin tezliyi 10 saniyə üstü -1-dir. Bucaq sürətini hesablayın. Deməli, omega bərabərdir 2 pi böl t 2 pi n. Bu ifadədə kəmətləri yerinə qoysaq 2 vurulsun 3 vurulsun n də 10'dur. 10 saniyə üstü -1-dir. 2 dəfə 6 cavab olur 60 radyan böl saniyə. Beləcə birinci qrupa aid 30 sual yekunlaşdı. İndi dördüncü qrupa aid olan situasiya sualına baxacağım. Sualın şərti belədir. Düz xətlər üçün avtomobilin sürətinin modulunun zamanlastıq qrafik vermişdir. 88. 12 saniyə müddətində avtomobilin necə hərəkət etdiyini yazın. Deməli, burada qrafikdən də görünür ki, ilk 8 saniyə sürət artır, sonra sürət sabitdir və 88-ci sualın izahını belə yazmalısınız. Avtomobil ilk
8 saniye. 8 saniye ərzində OX oxu istiqamətində bərabər yeyinləşən sonrakı 4 saniyə, yəni bu 4 saniyə nəticədir. 8 ilə 12 arasında isə bərabər sürətlə hərəkət edir. 89. Avtomobilin 4-cü saniyənin sonundakı sürətinin 10-cu saniyənin sonundakı sürətinə nisbətini hesablayın. Deməli, 4-cü saniyənin sonundakı sürətin 10-cu saniyənin sonundakı sürətə nisbətini tapmalıyıq. Birinci burada 89-cu sualda öncə təcili tapaq. Təcili tapanda A bərabərdir. V bölünsün T, çünki V0 sıfırdır. 40 böl 8 bərabərdir 5-dir. Sıfırdan başlayıb, yəni sükunətdən başladığına görə 4-cü saniyənin sonuncu sürəti buradan V0 üstəgəl AT-də. V0-ın yerinə 0 qoyanda yazıram AT. A-nın yerinə 4 qoyanda olur 4A. Daha doğrusu T-nin yerinə 4 qoyanda 4A. 4 də 5-im 20. 4-cü saniyanın sonunda sürəti 20-dir. 10-cu saniyədə sürəti isə elə deməli 8 ilə 12 arasında olduğuna görə 40-a bərabərdir və sürətə nisbətin deyir. V4 bölünsün V10, 20 bölünsün 40, cavab 0,5. 90. 12 saniyə müddətində avtomobilin getdiyi yolu metrlə hesablayın. Avtomobilin getdiyi yolu 90 sualı burada yazacağım. Fiqur sayəsilə həll edəcəyik. Yəni S bərabərdir. Trapesiyanın sayəsi 12 üstəgəl 12 bu böyük oturacaqdır. Kiçik oturacağa baxsaq 12-dən 8 çıxdıq 4-dür. 4 böl 2 vurulsun 40. 12 ilə 4 topladıq. Deməli 16, 16-nı 2-yə böldük. 8, 8-də 4-ə vuranda bu verir 320 metr. Bir üsul budur. Başqa bir üsul S bərabərdir. AT kvadratı bölü 2 üstəgəl VT. Yəni 2 hissəlidir. A-nın yerinə 2 qoydum. Daha doğrusu A-nın yerinə 5 yazıram. A-nı 5 tapmışdıq. T 8-dir. 64 bölü 2 üstəgəl VT. Yəni 40 vurulsun 4. 4-ü necə tapdım? 12-dən 8-ni çıxaraq. 5-i vurdum 64-ə 320, 2-yə böləndə 160 eləyir. 160-ın üzərinə 160 gəlirəm. Cavab yenə 320. Və yaxud burada deməli AT kvadrat bölü 2-dən başqa da 2 dənə bir üçbucağın sayısını taparıq. Bir dənə düzbucaqlını toplasaq yenə eyni cavab verəcək. Beləcə zirvə kurslarının 12 oktyabr tarixində keçirdiyi blok imtahanından 9-10 siniflərə aid sualların izahını yekunlaşdırdım. Bir xatırlatma edeyim, tezliklə sınaq qrupları başlayacaq. Sınaq qrupları haqqında ətraflı məlumatı açıqlamada yerləşdirmişəm. Sağ olun, növbəti videolarda görüşənə qədər.